Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağədə 24-cü hikmətdə buyurur ki, Min kəffərəti zunubil izam iğasətul məlhuf və tənfisu anil məkrub. Buyurur, böyük günahlarımız olur həyatımızda. O böyük günahları bağışlatdırmağın yolu var. Buyurur, əgər kimsə birbaşa tövbəyə girə bilmirsə, böyük günahları bağışlatdırmağın yolu var. Buyurur, böyük günahların cərmələrindən biri, bir nəfər zülmə məruz qalmış, haqsızlığa uğramış insana dəstək olmaq, onu xilas etmək, onun dadına çatmaq və qəmə düşmüş, qüssəyə düşmüş, qəmgin insanı sevindirmək. Böyük günah etmisənsə, onu bağışlatdırmağın yolu da böyük iş olmalıdır. Məsələn, Fironun əmri ilə Musa Peyğəmbərin əleyhinə gələn cadugərlər çox böyük günah eləmişdilər. Həzrəti Musa əleyhissalam kimi bir şəxsə qarşı çıxmışdılar. İstəyirdilər, sübut eləsinlər ki, bizim cadumuz sənin möcüzəndən üstündür. Bu böyük günahın kəffarəsi nə oldu? Firona qarşı çıxmaq, Musa əleyhissalama, ki Musa əleyhissalam zülmə məruz qalmışdı, ona dəstək vermək. Dəstək verdilər, axırda çarmıxa çəkilib şəhid oldular. Quran-ı Kərimdə Taha surəsində, başqa surələrdə o barədə danışılır. Və ya Kərbəla hadisəsində İmam Hüseyin əleyhissalamı və ətrafını, əhl-əyalını, dostlarını Kərbəlaya məhkum edən şəxs Hürr ibn Yezid Riyahi idi. Tövbə elədi və günahının kəffarəsi olaraq, yəni böyük günah işlətmişdi də, Peyğəmbər balasını gətirib o səhrada mühasirəyə almışdı. Günahının kəffarəsi olaraq getdi ona dəstək oldu, Yezdə qarşı döyüşdü, şəhid oldu.